Keçmə bu sualı bax. Çünki ikinci isə alkenlərə, alkadiyenlərə aid olan çox möhtəşəm bir sualdır və bu ətraflı həlli tələb olunan suallarda topluda verilib. Gedək baxaq sualımıza nədir? Deyir ki, kənar iki qat rabitəsi olmayan şaxəsiz quruluşlu alkadiyen molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən S və P orbitallarının cəmi alkanların üçüncü nümayəndəsinin hibrid orbitallarının sayına bərabərdir. Ömrümüz qurtardı bir dənə birinci cümlə oxumaya. Deməli, ən birinci alkaların üçüncü nümayəndəsini yazaq. Alkanların birinci nümayəndəsi nədir? CH4, ikinci nümayəndəsi C2H6, üçüncü nümayəndəsi isə C3H8. Oldu C3H8. Deyir ki, alkanların üçüncü nümayəndəsinin hibrid orbitallarının sayına bərabərdir. İndi gəlin bu üçüncü nümayəndə propandır, elə deyil. Propanın quruluşunu yazaq. CH3, CH2, CH3. Bilirik ki, alkanda bütün karbonlar sp3 hibrid vəziyyətindədir. Ona görə yazırıq sp3, sp3, yenə də sp3. İndi bilirik ki, sp3-də s bir dənə, p3 dənə olan orbital var. Yəni 4 orbital, 4 orbital, 4 orbital. Bu nədir neçə? 12, bir yerdə 12 orbital var. İndi bizə nə deyirdi? Biz alkadiyenin ümumi formulunu bilməliyik. Alkadiyenin ümumi formulu CnH2n çıxılsın 2-dir. Burada s orbitalların sayı elə hidrogenin sayına bərabərdir. Ona görə yazıram, s orbitalının sayı 2n çıxılsın 2-yə bərabərdir. Alkadiyində P orbitallarının sayı necə taparıq? Bilirik ki, bir pi rabitəsi P və P-nin örtülməsinə yaranır deyə. Yəni, bir pi rabitəsində 2 PP iştirak edir, yəni 2 orbital iştirak edir. İndi alkadiyəndə Dn olduğuna görə 2 dənə pi rabitəsi var deyə biz 2 vurulsun 2, 4 dənə P rabitəsinin olduğunu bilərik. İndi bizə deyir ki, S və P-nin cəminə bərabərdir deyə yazıram 2n çıxılsın 2, üstünə gəlsin 4, bərabərdir 12-lə. Buradan n bərabər olur neçəyə? 5-ə. İndi 5 tapdıq, deməli bizim alkadiyemiz nə idi? C5H12 idi. İndi deyir ki, iki qat rabitəsi kənarda olmayan şaxəsiz quruluşlu alkadiyen. Şaxəsiz isə biraz da işimizi asanlaşdırır. C. 5 dənə karbonu yazdım. Şaxəsiz isə deyə hamısı düz gedir. Kənarda iki qat rabitəsi yoxdur. Burada iki qat rabitəsi yoxdur, burada iki qat rabitəsi yoxdur. Ona görə 2 dənə iki qat rabitə yazmağa tək yerimiz bura qalır. Bura yazandan sonra bunların hamısının biz hidrogenlərini qeyd etməliyik. CH3, CH, burada 4 dənə rabitə var deyə heç hidrogen qalmaz. Burada da CH, CH3. Bizim oldu deməli alkadiyemiz bu alkadiyen. İndi nə istəyir bizim? Bu alkadiyenin beynəlxalq nomenklaturu ilə adlandırın. Deməli, şaxəsiz quruluşludur deyə birbaşa bunun 1, 2, 3, 4, 5 dənə karbonu var deyə pentadiyen yazırıq. Pentadiyen və 2 qat rabitə ikinci və üçüncü karbonda yerləşdiyinə görə pentadiyen 2, 3 yazırıq. Birinci sualımız qurtardı. Siniflər arası izomerlərinin sayını tapın ikinci sualda. Bilirik ki, siniflər arası izomerliyinin alkadiyenin yalnız alkinlə var. Və biz alkinlə bunu necə yaza bilərik? C, 3 qat rabitə yazın birinci. C, deməli, belə. 5 dənə mi oldu? Bəli, 5 dənə oldu. Sonra ikinci yazıram. Deməli, yazdım ikincidə. Bu da oldu 5 dənə. Üçüncünü yenə də yazıram burada 3 qat rabitə. C, bir dənə də aşağı salıram. Və bu da bilirik ki, alkinlərin 5 dənə karbonu olan hansıdır? Deməli, pentin. Pentinin 3 dənə izomeri var deyə qeyd edirik, oldu 3 dənə. İndi bizə nə istəyirdi? Deyir ki, siniflər arası izomerlərin sayı oldu 3 dənə. 3-də də deyir ki, sinif daxili izomerin sp3s örtülməsi ilə əmələ gələn rabitələrinin minimum sayını müəyyən edir. Üçüncü sualda isə sinif daxili izomer deyirsə, biz artıq bu alkadiyenden çıxırıq. Biz minimum əgər sp3s istəyiriksə, deməli minimum sayda CH3-ümüz olmalıdır, metil qrupumuz olmalıdır. Və bunu yaratmaq üçün də biz burada kənarda olan iki qat rabitələrini, kənar deyirəm, ortada olan iki qat rabitələrini kənara yazırıq. İndi bunu kənara yazsaq C, 2 qat rabitəm, 1 qat, 1 qat, yenə də 2 qat. Yazandan sonra yenə də hidrogenləri yazıram. CH2, CH, CH2, CH, CH2. İndi burada sp3s istəyir. sp3'lər hansılardır? Burada sp2'dir, burada sp2'dir yenə də, burada sp3'dür, burada sp2'dir yenə də, burada da sp2'dir. Yəni bizim sp3'ümüz düşdü 1'ə, bayaq 2 dənə idi hansı ki. İndi burada sp3s olan neçə oldu? Deməli 2 dənə nəyə görə? Çünki sp3 karbona 2 dənə s olan hidrogen birləşir. Üçüncülər cavab oldu 2. Sualımız bir xeyli uzun sualdı.
alkenlərin, alkadinlərin birinci qrupa düşə biləcək çətin tüplü sual kimi işlənə bilər. Elə 10 dəqiqə mən bu suala izah verdim. Ümid edirəm izahımı bəyəndiniz. Əgər bəyəndiysəniz like atıb kanala takip edə bilərsiniz. Minnətdaram. Kimin nə sual olsa əgər yenə də soruşa bilər. Bu boyutda sual hamısı getdi elə 15 dəqiqəniz getdi sizin imtahanda.